Salamlar, sayğılar, əziz, hörmətli izləyənlər. Hər vaxtınız xeyir olsun. Yeni bir proqramla sizin xidmətinizdəyik. Bu proqram, dostlar, həsr olunur Azərbaycanın milli hərəkəti və onun payqah ictimaisi və bu xüsusda biz danışacağıq. Biz hər həftə seçənmə günü Ağay Şəriət Mədarının xidmətində oluruq. Ağay Şəriət Mədarı keçən həftə bu bəhsi mətrəh elədilər və mən vədə verdim ki, Azərbaycanın milli hərəkətinin fəallarından çağıram və Ağay Şəriət Mədarı ilə birgə bu xüsusda danışalar. Bu mövzu bizə çox önəmli mövzudur ki, bizim payqah ictimaimiz hardan qalxıb və Azərbaycanın milli hərəkətinin xastgahı və o təbəqat-ı ictimai ki, onunla kontaktdadır, onlar hansı səviyyədədir və hansı durumdadır və onlar hansı teyflərdən şamil olunur, o haqda Ağay Şəriət Mədarı söz verəcəyəm əvvəl ilkcə ta danışalar və bu məsələni biz müzakirəyə çevirək. Və ikinci qonağımız Məcid bəy Cəvadidir ki, Araz Cəvadi adıyla Dirəniş Təşkilatının Azərbaycanın milli hərəkətində o təşkilata mənsub bir şəxsiyyətdirlər ki, özlərinə də söz verəcəyəm, özlərin geniş müərrifə eləsinlər. Mən düşünürəm ki, hər iki bizim şəxsiyyətimiz tanınmış insanlardır ki, fəzai məcazidə və millətimizin arasında məxsusən tanınmış insanlardırlar. Və hər iki böyük və dahi şəxsiyyətimizə xoş gəldin deyirəm və Ağay Şəriət Mədarı çox sağ olun ki, bizim dəvətimizi hər həftə qəbul eləyib və həmçinin Məcid bəydən təşəkkür edirəm ki, hər ikisi mənim dəvətimi qəbul edib və təşrif buyurublar ta xidmətlərində olam. Ağay Şəriət Mədarıdan elə başlayacağım. Ağay Şəriət Mədarı, buyurun biz salamlaşın ta sorğumu mətrəh edeyim. Mən də salam arz edirəm sizin xidmətinizə və Məcid Ağay Cəvadi və sizin hamı bu bərnaməni, bu proqramı görənlər və eşidənlərə. Çox məmnunam ki, belə bir bəhsə fürsət verdiniz ki, açılsın aramızda. Çox sağ olun Ağay Şəriət Mədarı. Hər hal bizim borcumuzdur bu hərəkəti, məxsusən olar ki, tənqidi baxışlar var. Biz bilirik ki, sizin şəxsiyyətiniz, sizin böyüklüyünüz orada məlumdur ki, çox belə ürəci yanğılıqla bu məsələni mətrəh edirsiniz ki, və bizim hərəkətin davamlı bəqasını istəyib və qətlən bizim o zəif nöqtələrimizə barmaq qoyub və ona işarə elədiyiniz üçün çox-çox minnətdaram. Və hər kim belə bir bizə tənqidi yanaşa, qətlən biz onu qucağımıza açmışıq və ondan istiqbal edirik. Və Məcid bəy, sizdən də təşəkkür edirəm yenidən gənədə ki, bizim dəvətimizi qəbul edib və təşrif buyurubsunuz. Buyurun, siz də bir xahiş edirəm, özünüzü bir qısaca da olsa müərrifə eləyin ta biz verilişimizi başlayaq. Mən də salam ərz edirəm cənabınıza, dəyərli Əli bəy Süleymani və həmçinin Ay Mühəndis Şəriət Mədarıya və eləcə də proqrama baxanlara, izləyənlərə umudum var ki, yaxşı və verimli, faydalı bir proqram olsun. Mən də Məcid Cəvadi Arazam, Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsüyəm, xidmətinizdə varım. Bəli, çox sağ olun Məcid bəy. Əlbəttə, başqa dostları da çağıracağım. Qətən burada Ağay Şəriət Mədarı ilə diyaloq aparsınlar. Ağay Şəriət Mədarı, keçən seridə buyurdunuz ki, dərhal Azərbaycanın o xastgahı düzgün bir xastgah deyil, əlbəttə tarixi xastgahın və
ona dayanaraq Azərbaycan səhv yol gedir. Xahiş edirəm, bax bunu geniş açıqlayasınız. Ta biz də hər hal özümüzü bilək ki, harda bizim nöqteyi zəiflərimiz vardır və Məcid bəy də sizə cavab verəcək mütləq. Buyurun. خب çok memnunum. Ben bir makale yazmıştım ve onu ifade elədim bir seminarda ki Stockholm'daydı geçen hafta ve Hizb Demokrat Azerbaycan koymuştu ve hamı etnikten orada vardı, Azerbaycan fəalları da vardı. Umumen istikbal oldu ve umumen nəzərləri müsbət idi və qəbul edirdilər ki, bu qəflət olubdur və gərək cübran ola. Çün həm məqalə ifadə oldu, həm də bir saat vaxt var idi ki, cavab verələr, soruşalar ya təngid eləyələr. Müsbət idi nəzərlər, amma burada danışırıq. Əgər nəzəriniz ayrı şeydir, həttəmən deyəsiniz və mən nəzərimdə olan sözləri deyərəm. Baxın, bu məqalənin müddəası sadədir. Budur ki, Azərbaycanın milli hərəkəti təqribən demək olar ki, vəqti təəssübü bər əsas zəban və milliyyətmiş bir uzun zaman varmış və onun böyük nəqş oynayanları təbəqə-i mütəvəssitdənmiş. Məsələn, Pişəvəri özü xatiratında yazır ki, Hizb-i Zəhmətkeşan ki, Azərbaycanda təşkil tapmışdı. 10.000 nəfər fəqət Təbrizdə üzvü var idi. Çün hamısı besavad idi. Nəqş oynayan bir də aradan getdi. Amma Quruha Azərbaycan ki, təşkil tapmışdı, önəmli bir adamlardılar və eləyə bildilər ki, bu təşkilatı çox behter idarə eləyələr. Misli Biriya, misli Etimad və bəqiyə bunların şairləri idi. O zaman ayrı üniversitelerden çıxanlar, bazarlardan, hüquqdanlardan, bəqiyyədən də Azərbaycan cəmiyyətində vardı və Ruzname Azərbaycanı çıxartırdı. Bənabərin bu mütəvəssit təbəqə məşrutənin qiyamında əvvəlminci nəqşi oynayıb, Əncüməni Təbrizi qoyub, ondan aşağı təbəqələr onun xidmətində idilər. Məsələn, Baqırxanın, Səttarxanın atlıları və bəqiyyə onlarla həmkarlıq elirdi, amma əmirxizilər, şəbistərilər, ərzi və xidmətiz gəncəylər, bunlar əncümənin böyük üzvləri idilər və buna şəbih adamlar ki, əncümənin böyük rolu olur və sonra da istibdad-ı səğirdə ki, Məhəmməd Əli Şahın zamanı idi. Bu əncümən eləyə bilir ki, Tehranı mühasirə eləsin. Sonra mütəmmim qanun əsasını qoyanda 1906-da bu əncümənin israrı ilə əncümənhay iyaləti və vilayəti qurulur və əncümənhay iyaləti və vilayəti heç vaxt icra olmur. Bələn ki, Tehranın müstəbidləri və Tehranın faşistləri qoymadılar ki, bu icra olsun. Lorları gətdilər və İrana müsəllət elədilər ta türklər qüdrəti girən ələ alanmasınlar. Məl əsəf o zaman Azərbaycanlılardan çoxu həmkarlıq elədi, nə istibdadından, bəlkə bu گفتمان یا bu در حقیقت کنسپت ایران شهری که رجوع گذشته ایران هایده کوروشیده داریوشیده و مذهب زردشتییده و onları təqdis edirdilər. O zamanı bir təlai dövrə İrana bölürdülər. Nə fəqət İran içindən
Bakıdan da mesela Mirzə Fətəli Axundov və Bəqiyyə yardım elədilər. Bu Qoftuman İran şəhəri ayaq tutdu. Əgər Azərbaycanlılar olmasaydı, onların 2000-ci nəsli, yəni təqizadələr, yəni tərbiyyətlər, yəni Əfşar Urməvilər, yəni Kazımzadə İran şəhərlər olmasaydı, heç kəsin gücü çatmazdı ki, Qoftuman İran şəhərini bu istehkama yetirə. Vəli xub, indi bizim təbəqi mütəvəssit ayılıbdır. Bülür ki, o zaman bir zərurət var idi və bu zərurət bahis oldu ki, onlar allandılar. Zərurət buydu ki, İran bir dana oyunda ki, adı Big Game idi. Yəni Bazi Bozorg, yəni böyük oyun. Qalmışdı 2 dana əbərqüdrətin arasında bir Rusiyə itizari idi, bir İngilis idi, dərhal izmihlal idi. Azərbaycan ki 850 il hökumət eləmişdi, onun fərhixdə adamları, onun önəmli adamları deyirdilər ki, biz gərək İranı nicat verək və İranın sahibi bizik. Və odur ki, belə bir Qoftumana meyl elədilər, getdilər Berlinə, quru kahvəni düzəltdilər və hər surət təbəqi mütəvəssit əsli rolu bu Ay işdə. Şəriət Mədarı, düz 18 dəqiqədir danışırsınız, gənə də bir 2-3 dəqiqə verəcəyəm danışasınız. Siz fikirləşmirsiniz ki, Qərb dövlətinin o zatları ki, şərqşünasları ki, gəlib İranda zad eləyirdilər, bu İran şəhri məfkurəsini onlar düzəldib və onların framasonlarının əlindən düzəlirdi. Siz Bu fikirləşmirsiniz ki, tarixdəsi məlumdur. 2 quru sistematik əvvəldə bunu düzəldiblər. Bir o Parsilərdir ki, Hindidən gəlmişdilər və Parsilər ki, Hindidən gəlmişdilər, İngilistanın dərəcə yeç iş görənləri idi və İngilistan onlardan himayət edirdi. Heç sənədimiz yoxdur ki, onlar İngilis məmuru olar. Dövlət Cumhuriyeti İslami deyir, Şapur Reporter və onun dədəsi İngilisin məmuru idi və bir seri yaddaş tapıbdı ki, onların evində idi, verib eşiyə. Amma biz bilmirik, çünki heç sənəd yazmayıb, bilmirik bu Cumhuriyeti İslami tapan sənədlər əsli deyə yox, düzəlmiş deyə yox. Bəlkə Cumhuriyeti İslami bir aləmə sənəd cəl eləyib ayrı məvariddə də və bir aləmə xatirat cəl eləyib, odur ki, bilmirik. Amma ehtimali var və bunlar onda ki, İngilisin dərəcəyə iqtisadi məmurları idi, sözü yoxdur. ay Amma mühəndis, siz fikirləşirsiniz ki, Furuği məsələn elə Allah rızasına o məfkurəni ya o birisi Əbdullah Mustafi ondan sonra filan ya Rıza Şahın qüdrətə gəlməyi İngilisin əlindən idi. Yəni dər həqiqət o bəstərsazi fərhəngi əncam tapmışdı. O bəstərsazi fərhənginin nə cür deyim, Rıza Şah qüdrəti siyasisi idi ki, gəlib alırdı onu əlinə. Rıza Şahın iş başına gəlmağında söz yoxdur. Yəni, hətta gəl neçə dənə amil cürrəsuq ki, məsələn, eləyə bilmişdi, çünki Qəzzaq tipində idi. Ruslar müxalifət eləməyələ Şoravi və çün Almanla təqizadə gil mərbutudur. Almanilər də müxalifət eləməsin. Amma bu General Ironside'dir ki, Rıza Şahla 4 dəfə Mərağədə və Həmədanda görüşdü və dedi ki, bu bizə münasib adamdır. Amma İngilisin öz içində də birlik yox idi bu əqidəyə. Yəni, nümayəndə İngilislər Kompaniya Hindi Şərqi deyirdi ki, biz gərək Nüsrətullah Mirzanı gətirək iş başına. Amma bunlar Rıza Şahı bəyəndilər və Rıza Şahı gətdilər. Rıza Şah bir müsəddiq deyir ki, bizim emmizdə Rıza Şah qonaq idi. Bir iddə də vardı ki, adını gətirir. Rıza Şah dedi ki, İngilislər məni gətdilər, amma o ki istirdilər, mən olmadım. Müsəddiq deyir ki, əlbəttə bixud bu sözü dedi. Vələn ki, sonra götdülə biləsin, İrandan saldılar eşiyə
və der həqiqət dedilər o ki gətirib o da aparacaq. Xahiş edirəm Bənabərain bir cənbəndə eləyin ay mühəndis. bəli, bənabərain müsəddi o Rıza Şah o ki deyir də, amma mənim məqaləm qutulmadı. İndi bilmirəm ha vaxt gərək şərh verəm ki nə demişəm. Bəli, ona İndi yenə də qaydacı yox, bəli. mütləq qaydacı yox. Bəli. Məcid bəy, buyurun, sizin xidmətinizdəyik. Elə həmin sualı sizdən soruşuram. Ali bəy, nəzərimə ay mühəndisə bir 5-10 dəqiqədə vaxt verin. Çünki o müddaasına daha yetişmədi. Bugünkü bizim hərəkətimizin Olsun. Əgər siz mahiyyətinə ay razısınız, mühəndis məsəl yetişmədi. O bəhsim yox. müddaasını da mətrəh eləsinlər, sonra mən nəzərimi paylaşım. Buyurun, ay mühəndis, buyurun, onda buyurun siz. Bəli, həmçinin gəlirik qabağa. Azərbaycan müxtəlif şeylərdə dəxaləti varmış təbəqəyə mütəvəssitinin. Məsələn, İnqilab-ı İslamıda. Bazarlar və ruhanilər böyük rolları vardı. Sonra cəryan-ı xalq-ı müsəlmanda bütün təbəqə mütəvəssit qabaqdaydı. Pizişkilər, ərteşilər, hüquqdanlar hamı təzahürat elədi. Xalq da əşya təbəqələr də onlardan təbəiyyət edirdi, himayət edirdi. Tənha istisnai ki Azərbaycanda var, cərəyan pişəvəridir ki, Hizb-i Tuhdə o cür ki pişəvəri özü də yazır. O zaman bir komite iyalətisi vardı, işi Təbrizdə tutmamışdı. Pişəvəri yazır ki, bu birisi qurumlardakı düzəlmişdi, bir şərhi verir, hərəsi bir dəlillə nakam olmuşdu. Əlbəttə işarə eləmir ki, bunların gəlmağına Stalindən də fərman gəlmişdi və bunlar Firqə-i Demokrat Azərbaycan gəldi iş başına və hədəfi tüm pişəvəri bir soldan gəlmiş aktivist idi ki, gəplən روزنامه عدالت'te نمیدانم حقیقت'te sonra vəzir-i xaricə Ehsanullah Xan hərəkət şimalda olmuşdu. Bir soldan gəlmiş adamıdı və əfraddəki cəhdi soldan idi. Bavvücud ki xatirətdə yazır ki biz təbəqə mütəvəssitdən də Ayməd, niyə Mirzə Kuçixan demirsiniz, Ehsanullah Xan deyirsiniz? Bəli ki Mirzə Kuçixan Vəzarət-i Xaricəsi yoxdur. Ehsanullah Xanın Vəzarət Xaricəsi vardı. Axı, bilirsiniz, o dövləti Kuçixan təşkil vermişdi. O zaman ki, mən deyirəm, bunların arasında elə ixtilaf yoxdur. Bu ixtilaf sonra çıxdı. Yəni, o zaman ki, mən deyirəm ki, pişəvəri orada vəzir-i xaricə idi, hələ o ixtilaf Mirzə Kuçixanla Ehsanullah Xanın arasında buruz eləməmişdi. Və Mirzə Kuçixan o zamandan bu ixtilaf buruz elədi ki, özü də gəldi Bakıya və özü də neçə dənə mühüm görüş elədi Hizb-i Komünistlə. Amma vaxtı geyitdi, qəbul eləmədi ki, bir Hizb-i Komünist təsis eləyə və ixtilaf başlandı. Amma mənzurum o deyil, siz hələ deyin, mənzurum budur ki, hərəkət-i çəpin böyük fəali idi. Hizb-i Tudənin axırıncı imza eləyəni buydu, vaxtı təsis oldu. Və illər bu yolda qədəm qoymuşdu. Bənabərin hədəfi əslisi buydu ki, zəhmətkeşlər, karigərlər, ərzı və xidməti əkinçilər rifaha yetişsin, təqsimə ərazi olsun, onlar qüdrətə yetişə bilsinlər. Vaxtı Hizb-i Zəhmətkeşan Azərbaycanı deyir, bunlar o qədər besavadıdır ki, rəhbərləri yoxudu, aradan getdilər. Gərək bir də basavad tapıla, tabuları rəhbərlik eləyə. Yəni, komünizm onu bahis oldu ki, zat eləyədə, o islahat ərzini əncam verədə? Nə xeyr, nə, əslən komünizmə rəbti yoxdur. Komünist fəqət bahis olmamışdır. Özündə də bu idə vardı. Amma islahat ərzini برای به اقتدار رساندن طبقات زیرین اجتماعی bunda heç işgali yoxdur. O ki mən deyirəm təbəqə mütəvəssitlə 33% tüccar Təbriz amar var ki, به مجرد 2320-də Quvay Rusiyə gəlirlər, Şoravi gəlirlər,
Azərbaycan tuturlar. Ta 1325 ki, hökuməti firqə vardı, İranı, Təbrizi tərk edirlər. Gəlirlər Tehrana. Bu, bəxatiri buydu ki, o əmniyyəti ki, ticarətə lazımdır və o irtibati ki, ticarətə lazımdır, görmürdülər. Mən sözüm budur ki, Hərəkət Milli Azərbaycan üçün əzası əğləb nə hamısı. Müsavatçı da arasında var, Türkiye'ye bağlı adam da arasında var, İran'ı isteyen de arasında çok var, hamısı var. Ama əğləb ya soldan gelir, o solçulardılar ki, bəd ki, Şoravi dağıldı, ideyi Marksistlər əl çəkdilər, özlerine bir menzil tapmadılar, ondan peşman oldular ve geldiler Hərəkət Milli Azərbaycana. Bence usulen dönbalı bir ideolojiye hüviyyətiydiler. Ve bir iddədə firqənin xanavadələri, adamları ki, özlərindən qalmışdı, xanavadədən qalmış. Bunlardır ki, ikisi də əşya təbəqələrə təvəccühləri vardı. Və çünki o kulturda böyümüşdülər, əhəmmiyyəti təbəqə-i mütəvəssiti eləyənmirdilər bilələr ki, təbəqə-i mütəvəssit malı var, mekniyyəti var, mənzələt ictimaisi var, məharəti var der icad gofteman və sazmandehi. Əşya təbəqələrdə bu yoxdur. Çün maalesef bizim şəhrilər də bəd az İnqilab-ı İslami tərkibi dəymişdi bir-birinə. Böyük şəhərlərin çoxundan, kiçik şəhərlərdən və rustalardan çox adam gəlmişdi. Bunlar da öz xəstələrinə çoxlu adam tapdılar və eləyə bildilər ki, dövrələrinə adam da yığala, bənabərin təbəqə-i mütəvəssitin əhəmmiyyətini bilmədilər. Mənim sözüm budur ki, nə əvamil bahis oldu ki, Hərəkət Milli ki, bir mədəni hərəkətdir, mütalibə mehvərdir, xuşunətdən pərhiz eləyib və təbəqə-i mütəvəssit ki, o da ziddi xuşunətdir, o da mütalibə mehvərdir, o da mədəni hərəkətin dalısında belə bir-birindən uzaq olalar. Hədəf bu məqalə budur ki, bu əvamili bərrəstıq eləyəcəyəm bəhsi bədidə və yol göstərər ki, təbəqə-i mütəvəssit nə cür cəzb ola bilər və cəzb olandan sonra Hərəkət Milli Azərbaycan paygahı nə qədər vəsi və nə qədər qüdrətli ola bilər. Budur müddəi bu məqalə. Çox məmnun. Çox sağ olun ay mühəndis və hər hal çox geniş buyurdunuz. Əlbəttə mən nəzərimi vermirəm. Mən fikir söyləmək zadında deyirəm. Məcid bəy, buyurun, sizin xidmətinizdə olaq. Çox təşəkkür edirəm ay mühəndis Şərif Mədaridən nəzərlərini ayrıntılı, cüziyyatlı şəkildə izah elədilər. Mən nəzərlərimi əvvəl istəyirəm külliyyətdə bir cümlə olaraq deyəm, sonra o dediyim cümləni biraz açam. Bu ki, solun Azərbaycanda tarixən çox qəvi paygahı var. Bu bir dənə vaqiyyətdir, bir dənə tarixi vaqiyyətdir ki, onu mən biraz aşmaya çalışacağım. Amma bu ki, bizim bugünkü milli hərəkətimiz, Azərbaycan milli hərəkəti ki, 1990'lardan sonra başlayıb, yəni Şurəvinin dağılmasından sonra başlayıb, bu sol kökənli bir hərəkətdir. Mən bunu çox doğru görmürəm. Əlbəttə ki, bu hərəkətin içində sol görüşlülər də çoxdurlar, sol görüşlü cəryanlar da vardılar. Amma ümumiyyətlə bugünkü hərəkətimiz ümumiyyətlə sol görüşlü bir hərəkət deyil. Bu ki, niyə təbəqə-i mütəvəssit ilə çox irtibat qura bilməyib? Bunun mənim nəzərimin bəzi ayrı səbəbləri var ki, onu da gənə söhbətlərimin davamında deyəcəyim. Yəni, mənim külliyyətdə nəzərim budur. Solun Azərbaycan tarixində çox qəvi paygahı var, amma bizim bugünkü hərəkətimiz ümumiyyətdə çox solçu deyil, daha çox liberal bir mahiyyət daşıyır. Təbəqə-i mütəvəssit ilə irtibat qura bilməməyin bəzi fənni dəlilləri var. İndi bu nəzərimi biraz açım. Əlbəttə ki, bu Azərbaycan milli hərəkətinin içində çox fərqli düşüncələr var.
fərqli baxış açıları var. Mən daha çox öz təşkilatımızın və özümün zaviyəsindən, didgahından danışıram. Ola bilsin ayrıları məsələyə ayrı cür baxsınlar. Bizim nəzərimizdə Azərbaycan Milli Hərəkatı, daha doğrusu Azərbaycanda ortaya çıxan siyasi hərəkətlər, cümbüşlər, cümbüş-i mərdumi xalq hərəkətləri bir dənə tarixi imtidad içərisindədir ki, məşrutədən başlayır, bugünə qədər davam edir. Və bu bir imtidad tarixi içərisində olduğu halda bunun bəzi payələri, bəzi təməlləri var ki, heç vaxt dəyişmir. Yəni, rubənası dəyişir, zirbənası dəyişmir. Onlar nə mənədirlər? Bugün, misal üçün, bizim Azərbaycan Milli Hərəkatının bir dənə şüarı var. Azadlıq, ədalət, milli hökumət. Əslində, bu milli hökuməti biraz təsamühlə hakimiyyət bər müqəddərat, öz müqəddəratına hakim olmaq kimi təbir eləsək, biz baxıb görə bilərik ki, məşrutədə də bu üç dənə unsur var. Azadlıq, ədalət və öz müqəddəratına hakim olmaq. Xiyabanidə də var. Pişəvəridə də var. Hətta Xalq Müsəlman Hərəkatında da var və bugün də var. Yəni, bu üç dənə unsuru biz bu imtidad tarixidə 120 ilin içərisində görə bilirik. Amma hər zamanın, hər dövrənin iqtizasına görə o cümbüşlərin, hərəkətlərin rubənaları dəyişib. Gah məzhəbi olub, gah liberal olub, bir çox vaxtlar da sosial-demokrat olub. Baxın, məsələ, baxdığımız zaman cümbüş məşrutədə, məşrutə inqilabında ki, motor mühərriki Azərbaycandır, elə Ay Məhəndi sözləri Əncüməni İyaləti Azərbaycandan söhbət elədilər. Əncüməni İyaləti Azərbaycanın həstəsi, məğzi, Mərkəzi Qeybi Təbrizdir. Mərkəzi Qeybi Təbrizin də həstəsi, məğzi Əl-Misyodur. Baxdığımız zaman görürük ki, Mərkəzi Qeybi Təbriz və Hizb-i İctimai Ammiyyun ki, Təbrizdə qurulur, müstəqimən mülhəmmidir İctimai Ammiyyun və Hizb-i Himməti Azərbaycandan, Azərbaycan Şurəvidən, yəni Bakıda, hətta belə deyim, İctimai Ammiyyun İran öncə əvvəl Bakıda qurulur, sonra Təbrizdə qurulur. Və Heydər Əmoğlu kimi şəxslər, Nurullah Xan Yekani kimi şəxslər Bakıdan gəlirlər Təbrizə. Bunlara mücahidinə Qəfqazi deyirlər, amma əslində bunlar elə bizim tərəflidirlər. Sadəcə bu tərəfdə yaşayıb uzun müddət gəliblər bu tərəfə. Və cəlibdir, Bakıda qurulan İctimai Ammiyyun İranın sədri, başqanı və qurucusu şəxsi Nəriman Nərimanovdur. Yəni Nəriman Nərimanov benoyi əsən cümbüşü məşrutə İranı öncə Bakıda start vurur, sonra gəlir Təbrizə, Əncüməni Qeybi Təbriz və İctimai Ammiyyun başlayır, inqilab-ı məşrutə İranda müntəşir olur. Əlbəttə, İranın inqilab-ı məşrutəsi Osmaninin məşrutəsindən də çox təsir alır. Əsən ləfz-i məşrutə özü Osmanıdan gəlib. Osmanıda birinci tənzimat olur, ikinci tənzimat olur, sonra məşrutə olur. Və İranın məşrutəsi Osmaninin məşrutəsindən də çox təsir alır. Necə ki, məsələ, Əl-Misyo özü Osmanıda çox qalıb. Və cəlibdir, o zaman oxunan bəzi surutlar ki, türk dilindədirlər, türküdürlər, Türkiyədən alınıblar. Ki, Təbrizdə oxunurlar, elə Türkiyə türkcəsində bənzər ləhcədə oxunurlar. Amma əz nəzəri təşkilatı mülhəmmidir sosial-demokrasiyə, Bakı və təbiətən o zamanki inqilab-ı Behzad Bolşevikidən. Ondan sonra gəlirik Şeyx Məhəmməd Xiyabaniyə. Şeyx Məhəmməd Xiyabani özü Əncüməni Qeybi Təbrizin əzalarındandır. 14 üzvlərindən biridir ki, o da sosial-demokratdır. Yəni, baxdığın zaman Şeyx Məhəmməd Xiyabani də sol görüşlü bir insandır. Sonra gəlirik 1945-ə, Pişəvəri qəziyyəsi ortaya çıxır ki, təbiətən o da əsən bəllidir ki, solçudur və kommunistidir. Və firqə qəzayyasından sonra yenə sol gələnək, sol sünnət Azərbaycanda çox qəvi davam eləyir. Səmədi Behrəngilər ortaya çıxır, Əli Rıza Oxtaylar ortaya çıxır. Əsən fədaiyanı, sazmanı fədaiyanı xəlqin
Əsli paygahlarından biri Azərbaycandır və necə ki Sazman-ı Mücahidin Xəlqin əsli paygahlarından biri Azərbaycandır və Musa Xiyabani şəxs-i şumari Doyu Sazman Təbrizlidir. Bunlar da əslində sol görüşlüdürlər. Sosialistlər xudapərəst deyildilər də bunlara. Bunlar da sol görüşlüdürlər. Və İnqilab İslaminin də Amerikanın icazə verməsi ki, Xümeyni gəlsin, İran inqilab eləsin, bir amili Azərbaycanda sol cərəyanın son dərəcə güclü olmasıdır. Və bunu Türkiyəli bəzi xəbərnigarlar deyirlər. Mən Türkiyədə eşitmişəm bunu ki, bir amili də budur ki, Heydər Əliyov ki, o zaman Politbüroya Şurəvidə çox qəvi bir şəxsiyyətdir və onun atası və ya qaynatası Əziz Əliyov da Firqi Demokratı Azərbaycanda, Təbrizdə çox təsirli şəxslərdən biriymiş. Amerika qorxur ki, Heydər Əliyov o atasından qalan irtibatları da istifadə eləsin. Atasından Güney yox, Azərbaycanda qaynatasından, Əziz Əliyev qaynatasından. Bəli. O gələnəkdən, o sünnətdən istifadə eləsin. Azərbaycan Cənubi, İran Azərbaycanında solları orqanizə eləsin və əslən Azərbaycanı İrandan ayırsın, Şurəviyə qatsın təzəşdən. Bir amili ki, bilirsiniz də Xümeyniyə iki şərtinin icazə verirlər gələ İranda keçə Qəzayanın başına. Bir təmdidi qərardathay nəftidir, biri sərkubi cəryanhay çəpdir. Allah bunu mediada o cür deyirlər, mən o cür eşitmişəm. Sözüm budur ki, Azərbaycanda çəp hər zaman qəvidir. Amma eyni zamanda 1357-də Cəmbəşi Xalqi Müsəlman çıxır ortaya Azərbaycanda ki, əsasən çəp deyil. Daha çox elə məzhəbi viçəsi var. Amma eyni zamanda mənim sözləri məndən yaxşı tozih verə bilərlər. Daha çox liberal bir görüşə sahibdir ta çəp. Amma elə məşrutədə də, Xiyabanidə də, Xalqi Müsəlmanda da, Pişəvəridə də bu üç dənə əsl dəyişmir. Azadlıq, ədalət və öz müqəddəratına hakim olmaq. Xalqi Müsəlmanda Ayə Maşallah Əzminin kitabında var bu. İxtiyarat-ı vəsitər ustanha, məxsusən Azərbaycan Ayə rəhmətlilik Ayətullah Seyyid Kazım Şəriətmədarı tərəfindən təkid olur ki, yeri gəlmişkən rəhmətli Ayətullah Şəriətmədarını da burada sayğı ilə və sevgi ilə yad eləyirəm. Həqiqətən yəni Şiə aləminin ən böyük mərcə təqlidi idi ki, məzlumanə bir şəkildə Xümeyninin təvəssütü ilə vaqəən məzlum vaqe oldu və bir tarixi zülmü idi ki, mərcəiyyət Şiəyə oldu. Xüsusən Azərbaycanda və Azərbaycanlı və Təbrizli olduğu üçün ki, bunun özünün ayrı bir mənim nəzərimə bəhsi var, eləmək lazımdır. Parantez içində deyim, Xümeyni Xalqi Müsəlman hərəkatını etnik hərəkətlərin sırasında sərkub eləyib. Bunların bir dənə kronolojisi var, yəni zaman bəndisi var, mən çıxartmışam. Azərbaycanın hərəkətini hətta Kürdistandan öncə sərkub eləyir. Sonra gedir, əvvəl iştibah eləməsən Türkmən səhradır, sonra Azərbaycandır, sonra Kürdistandır, sonra xalqi ərəbdir, sonra Tehranın cərəyanlarını sərkub eləməyə başlayır Xümeyni. Dərhani ki, əsən Xalqi Müsəlmanın veçəyi qovmisi etniki çox yox idi. Sadəcə deyid ixtiyarat-ı ustanı olsun. Məsələn, Ruzname Milliyyəti Türkiyə ilə müsahibəsində Əncümənhay İyalət Vilayətdən söhbət eləyib. Amma kəmrəng şəkildə daha çox əsli Sədrüddəh və Xümeyninin diktatorluğu ilə Xalqi Müsəlmanın müşkülü var idi. Yəni, veçəyi etnikisiz az idi. Bəhsi var idi. Vilayət fəqih bəhsi daha çox porrəng idi və bəhsi mərdumsaları porrəng idi ta bəhsi məsələn etnik. Amma təbiətən o ixtiyarat ustanha və Əncümənha İyalət Vilayətdə mətrəh olurdu. Ona rəğmən Xümeyni Kürdistandan öncə Azərbaycanı sərkub elədi. Tarixləri var, mən çıxartmışam, yaddaş eləyəcəydim, təəssüfənə yadımdan çıxdı. İstəyirəm hara gələm? Bizim hərəkətlərin hamısının ki, imtidadları var. Məsələn, elə həmən kadrlar ki, Cəmbəşi məşrutəni eləyirlər, həmən kadrlar Şeyx Məhəmməd Xiyabaninin hərəkatında vardılar.
Şeyx Məmməd özü məşrutənin kadrlarındandılar. Həmən kadrları biz görürük. Firqi Demokrat Azərbaycanda bir çoxunu, Nurullah xan Yekani kimi şəxsləri və firqənin bir çox kadrlarında 57 inqilabında görürük. Məsələn, Profesor Zehtabi kimi insanları. Günümüze geldiğimiz zaman bizim bugünkü hərəkətimiz də həmən payələri daşıyır, həmən payələrə sahibdir. Azadlıq, ədalət və öz müqəddəratına hakim olmaq. Amma zamanında sosial demokrasi ilə idamə tapan, qabağa gedən John 5 geri gəldi, Vitey məzhəbi ilə devam elədi. İndi daha çox liberal və necə deyirlər, sosial demokrasi yox elə, liberal demokrasi ilə devam edir. Çünki baxın, əsasən 1990-da bizim hərəkətimiz mülhəm oldu. Necə ki, məşrutədə Bakıdan təsir almışdı, 1324-də firqə zamanında Bakıdan təsir almışdı. Elə Şurəvi dağılanda da bizim hərəkətimiz Bakıdan təsir aldı. Bakıdakı cərəyanhai fikrinin son tarix modernində hər zaman Təbrizdə təsiri olub. Bizim hərəkətimiz mülhəm oldu Azərbaycan Xalq Cəbhəsi və Elçibəyin şəxsiyyətindən. Mənim o illər qəşəng yadımdadır. Biz heç birimiz solcu deyildik. Yəni əksər bizim kadrlarımız solcu özü deyildi. bir dənə antikommunist bir zatdır. Hətta Elçibəy Firqi öz Demokratı antikommunist bir dənə Azərbaycanın çehrə idi. dəftərin bağlayırlar orada. Elçibəy öz antikommunist bir dənə çehrə idi. Azərbaycan Xalq Cəbhəsi antikommunist bir cəbhə idi və bizim hərəkətimiz də əsasən ondan mühəm idi. Bəli. Və əslən onun mübarizəsi əleyhi kommunizm idi. Qədim bizim soldan gələn kadrlar da var idi. Bizim hərəkətin başlanğıcında modern fazdan bəhs edirəm. Mücahidlərdən gələnlər də var idilər, fədailərdən gələnlər də var idilər. Amma o əndişədən qopub gəlib milli gərayi ilə, türkçülük məfkurəsi ilə bu hərəkətə qatıldılar. Dolayısıyla bizim hərəkət təməldə daha çox milli gərayi türkçülük və liberal demokrasi ilə başladı. Bu ki, niyə məsələn gənclərlə, danışçılarla və yoxsul təbəqə ilə daha rahat irtibat qurdu? Məsələn, Urmiyədə, Hüseynabad, Əliyabad, Hacıpirli, yoxsul məhəllələrdə payqa istiması çox geniş idi. Danışçıların içində geniş idi. Məsələn, aydınların içində geniş idi. Amma təbəqə mütəvəssitin içində payqa zəif idi. O illərdə də zəif idi, indi də qismən zəifdir. Çünki bizim hərəkət biraz belə deyim, imtidad fikrisi olsa da məşrutədən bu yana. Amma imtidad təşkilatısı mütəəssifanə çox ola bilməyib. Fərqli amillərdən dolayı. Amillərin biri, əslilərindən biri Firqi Demokrat Azərbaycandan sonra Güney Azərbaycanda çox ciddi bir roşənfikr, aydın qətl-amı və sürgünü idi, təbidi idi. Hökumət-i Mahabadda 4 nəfər və ya 5 nəfər edam oldular. Kulluhum əcməin. Amma Təbrizdə və Azərbaycanda yüzlərcə nəfər edam oldular. Çox sayda insan tirbaran oldu və özləri 20 min nəfər amar verirlər. Öz ruznamələrində yazıblar. 20 min nəfərə qədər Azərbaycanda, yəni düşünün, o günün Azərbaycanında nə qədər basəvat adam var ki, 20 min nəfərini sən qətlam eləyəsən, öldürəsən, tirbaran eləyəsən və ya sürgün eləyəsən. Əsən Azərbaycan bir dənə bir fikri boşluğa düşdü. Və dolayısıyla o sol gələnek devam eləyə bilmədi. Cümbüşü Xalqi Müsəlmanın xasgahı fərqli idi. Daha çox Sibqi məzhəbisi var idi. Nəysə, bizim 90'lardan sonra başlayan hərəkət az nəzəri təşkilatı təqribən sıfırdan başladı. Yəni Sibqi fikrisi məşrutəyə qədər imtidadı var idi. Amma təşkilat olaraq sıfırdan başladı və çünki sıfırdan başladı, daha çox ehsasi, duygusal və naşiyanə hərəkətlərlə mütəəssifanə, bitəcrübəci siyasi ilə mütəəssifanə toəm oldu. Yəni başlarda məsələ baxıram bizim hərəkətlərimiz daha çox ehsasi, şairanə, romantik və bir çox
zamanlar siyasi səhvlərlə to'an bir hərəkət idi. Dolayısıyla təbəqəyə mütəvəssit biraz ehtiyatla yanaşdı bunu. Biraz ehtiyatla baxdı, gördü məsələn bunlar biraz sanki siyasi nəzərdən çox poxta deyillər. Amma yavaş-yavaş bu poxtəlik, bu pişmişlik, bu olgunluq özünü göstərməyə başladı. Son zamanlarda mənim nəzərimə bu nisbətən daha yaxşı bir vəziyyətə gəlibdir. Yəni bizim hərəkətimizin o mizanı ehsasati, duygusal, atifi və romantikliği azalıb daha çox siyasi və necə deyirlər, pişmiş poxta bir hərəkət halinə gəlib və dolayısıyla biz görürük ki, təbəqə-i mütəvəssitin içində də caygahı yavaş-yavaş artmağa başlayır. İki dənə də məsələyə vurgu yapmaq, təkid edib və qol işarə eləmək istəyirəm, sonra söz verəm sizə. Biri budur ki, biz Cəmşi Milli Azərbaycan və ya Hərəkəti Milli Azərbaycan deyəndə ki, təbəqə-i mütəvəssitin içində zəifdir, daha çox təşkilati tərəfini nəzərdə tuturuq. Fikri, qoftumani nəzərdən ittifaqın çox da yayılıb. Məsələn, traktor timi özü biləxərə Zaidə Hərəkəti Milli Azərbaycanlı, əz nəzəri qoftumani ki, Cumhur İslamı məcbur olub orada bir dənə bir süpap itminan və ya kontrol alanı şəklində bir alan açar. Əslən, xudu projeye Pezeşkiyan. Cumhur İslamı niyə məcbur oldu Pezeşkiyanı gətirə rəis cumhur eləyə ki, bir əhrumu kontrol düzədə türklərin və ümumiyyətlə qeyri-farsların üstünə? Çünki Azərbaycan və ümumiyyətdə hoviyyət tələbi türki əz nəzəri qoftumani sadəcə Azərbaycanda yox, bugün Həmədanda, Qəzvində, Qəşqaya türklərin içində də çox yayılıb. Bəli, təşkilati nəzərdən yetərincə caygahı əldə eləyə bilməyib. Amma əz nəzəri qoftumani vaqəən çox yayılıb, hətta Tehrana belə yayılmağa başlayıb. Birinci bu məsələ, yəni bunu biraz məncə təfkik gərək eləyək. Təşkilati və qoftumani. İkinci məsələ ki, istədim deyəm, son 120 ildə ki, mən ərz elədim, bizim Azərbaycanın cəmbeşlərinin bir dənə imtidadı məntiqiləri var. Biz onların hamısına sahib çıxırıq. Hamısı bizimdir. Məşrutə də bizimdir. Xiyabanı da bizimdir. Firqi Demokrat da bizimdir. Cəmşi Xalqı Müsəlman da bizimdir. Hamısı bizim tariximizdir. Hamısı bizim özümüzünküdür. Amma eyni zamanda hər birinə nəqdlərimiz də vardır. Ola bilər. Nəqdi yapıcı, sazəndə, təxribi, fərafikəni yox. Elə Firqi Demokratı Azərbaycana da nəqdlər variddir. Necə ki, Xalqı Müsəlmana da nəqdlər varid ola bilər. Məşrutəyə də və Xiyabaniyə də biləxərə nəqdlər varid eləmək olar ki, hərəkətimizi asib-şinasi eləyək. Görək tarixdə son 120 ildə biz hangi səhvləri elədik ki, biləxərə cəmbeşlərimiz nəticəyə yetişmədi. Və indi gərək onlardan dərs alaq ki, bugünkü cəmbeşimiz eləyə bilər. Həm Azərbaycanda, həm ümumiyyətdə İranın türklərinin hamısında və həm ümumiyyətdə İranın bütün xalqlarında, İranın bütün millətlərində bir dənə səadət qapısını açar millətlərimizin və millətimizin üzünə. Çox sağ Buyurun. ol, təşəkkür edirəm Məcid bəy. Həqiqətən çox gözəl nöqtələrə işarə elədiniz. Ay şəriət mədarı, əgər diqqət eləsəz, Məcid bəy sizin sözünüzə təqribən nəqd elədi. Əlbəttə nəqd deyəndə o cür ki fikirləşək yoxdur ki sizə etiraz. Əlbəttə bəzi nöqtələriniz var idi ki, çox sözünüz bir-birinizdən üstə düşürdü. Amma əsli mövzu bundan ibarətdir ki, deyir ki, bizim keçmişə tarix kimi baxırıq və o tarix kimi nəqdimiz vardır. Hətta Firqe Demokrat Azərbaycana, hətta Xalqı Müsəlmana bizim nəqdimiz vardır. Çox ciddi nəqdimiz vardır. Bax, siz bunu necə ərziyabı eləyirsiniz? Bax, bu görüşü, bu baxışı necə ərziyabı eləyirsiniz? Xahiş edirəm, buyurun. Amma Bəli, xahiş baxın, edirəm, biraz qısa olsun da.
Nə qıssa olanmaz ki, şərh verəm. Yox, Siz mənzur baxın biz elmi təqribən 51 dəqiqədir danışırıq. Onun şayət o yarım saatın cənabı öz danışıbdı. Bir 10 dəqiqəsini mən, bir 10-15 dəqiqəsini Məcid bəy. baxın, Məcid bəy əsli mənim müddəamı qəbul edir ki, təbəqə mütəvəssit bu işə ya zəif girişib, ya girişməyibdir. Və bənabərin əsli müddəada sözü yoxdur. Onun illətlərində sözü var. Yəni o bir təşkilatı nəqsi görür, deyir qoftumanda yayılıb bu qoftuman hər yerə və təşkilati işgalımız vardır. Və bir tərəfdən də fəqət çəpə təvəccüh elədi. Mən dedim çəp və firqədən qalmış ənasür və xanəvadələr və fəallar. Məcid bəy onu o tərəfdən təsir almaq bilir. Fəqət o tərəfdən təsir almaq deyildi. Böyük təşkilati və ərzı və xidmətüz o təşkilatın əsərində ki, çox kiçik, amma fəal və ba təcrübə edilə əsər qoymaq vardı. Həmin ki, fəzai romantizm və fəzai idealism yaratdı. Elə həman fəzaidir ki, hükümət yeksalı pişəvərdə də eynən vardı. Və qəbl az o, qoftuman çəp Azərbaycanda da o varmış. Çəp Azərbaycan düz deyirlə qəvidir, amma heç vaxt müvəffəq olmayıbdı çəp Azərbaycan böyük bir təşkilat yarada. Həmişə Amma kiçik ay mühəndisi, əgər pişəvəri hərəkatı, romantizm bir hərəkət olsaydı, bir il yox, 8-9 ayın ərzində belən iş görə bilməzdi. Romantizm heç moqə iş görə bilməz. Fuar verər. nə bir adam söhbət onda deyil, islahatı ki eləyibdi. Əvvələn çox əvvəl dəfə idi, saniyen siz fərman Stalinini görürsünüz, bunların hamısını istəyibdi. Və Şoravinin hamı kadri bunun dalısındaydı ki, bu işlər gərək ola. Və hamı o işlər ki, Bakıda olmuşdu və ayrı iyalətdə olmuşdu, eynən adam eləyə bilərdi, Azərbaycanda eləyə. Mən qoftumanın deyirəm, Biriyanın əşarına baxın, O Etimadın bir şair əşarına idi. baxın. O cür İcazə şairlər. verin, mən söhbət edeyim. Siz mücizsiz Ay Süleymani. Buyurun. Siz fəqət qulaq verin. Və Məcidə danışar, mən də danışarım. Ərzı və xidmətiniz, əgər istədiniz bəhs eləyəsiniz, bir cələsə gəlin mənim tərəfi bəhsim olun. İndi icra edirsiniz. Bənabərin 2000-ci irad budur ki, bu bəxş buzurgi ki, hərəkətdə müəssiridir, Məcidanın söhbətində yoxdur. Amma o ki, bunlar eynən 3 dənə xastələri vardı sədri məşrutədən indiyə, xub o xastələr ki, bir millətinkidir, Hərəkət Milli Azərbaycançıdır, ta bəravuzda olmaya həmişə olacaq. Amma yaddan çıxmasın ki, der dövrəyi əvvəl hamı fərhiqdəqanı Hərəkət Azərbaycan İran şəhriymişlər. Bu hərəkət, ta hərəkət pişəvəri ki, istir Azərbaycan ayrıla, düz 180 dərəcə bir-birinin müqabilindədirlər. Bənabərin eləmək olmaz ki, 3 dənə kulli əslidən hərəkət eləyəsən, deyəsən biz bir imtidaddaydık. Xeyr, bir imtidadda deyildik. Bizim əvvəl ki, bu hərəkət başlayıb, istəyib bir dənə qəvi İran-ı mütəmərkiz və mütəəssifanə müstəbid düzətsin. İstibdad-ı Münəvvər Rıza Şahın tərəfdarı olublar Azərbaycanın münəvvər fikirləri. Ona razı məqalələr Kavədə və İran şəhərdə yazıblar. Bunlar da bizim düzgün tariximizdir. Biz bu tarixdən ki qaçanmarıq. O da bizim tariximizdir. Pişəvəri də bizim tariximizdir. Xəlqi Müsəlman da, Şeyx Məhəmməd Xiyabanı da. Bunların təfavütləri bundadır ki, Şeyx Məhəmməd Xiyabani ilə məşrutədə və Xəlqi Müsəlmanda təbəqə mütəvəssit nəhayət gücü ilə bu hərəkətdə varmış. Pişəvərinin hərəkətində qayıbdır. Mən demədim ki, indiki hərəkət çəpdir. Dedim, çəp kulturundan gəlibdir. Firqənin kulturundan gəlib və kulturi ehsasi
bir cəhətyabi ki tapıb, əslən qafil olub və əhəmiyyət verməyib. Nəinki istəyib təbəqə mütəvəssitlə ziddiyyət eləyə. Məqalədə yazdım, təbəqə mütəvəssit proletarya deyil ki, düz zəncir bir şey olmaya əldən verə. Təbəqə mütəvəssitin sirvəti var, mənzələt ictimaisi var, miknəti var və bunları istəyir saxlaya. Bunların hamısını İranla təamüldə ələ gətirib. İranın tüccarının %70'i Azərbaycanlıdır. Elə indi siz Ərbildən Süleymaniyyə getsiniz, bazar Türkmənlərin əlindədir. Elə lap indi ki deyirəm. Olan milyonerlərin hamısı Türkmənlərdir. İranda da hər yerin bazarın, Əhvazdan tutasan ta Xorasan Azərbaycanlıların əlindədir. Hələ indi də Azərbaycanlıların əlindədir. Danışgahı, ərteşi, ruhaniyyəti, bunlar hamısı o diasporadır ki, ləhcəsi ola, dil başarmaya, eləyə biliblər yerə sahib olarlar. Bunlar istəmir öz əlaqəsini İrandan qırar. Sən İrana ayrı şey bilmir. Deyir, 850 il mən bu məmləkətə hökumət eləmişəm. Bu məmləkət mənimkidir. Əslən bir təarruz görmür beyni identity, beyni hüviyyət Azərbaycani və hüviyyət İrani. Və mücərrədi ki, deyirsən biz hara, faslar hara, bir duvar çəksən mərkəzlə, bir duvar çəksən təbəqə mütəvəssitlə. Təbəqə mütəvəssit bu şuarın dalısında gəlməz. Bəlkə faslarla istəyir təamül eləyə, kürdlərlə istəyir eləyə, ərəblərlə, türkmənlərlə, giləklərlə, mazənilərlə, hamısı ilə istəyir bu məmləkətdə yaşaya və təamül eləyə. Və mücərrədir ki, ayrı pərçəmlər tapılır. Düzdür ki, federalistlər və ayrıcılıqlar ayrıdırlar və federalistlər onların yolunda deyirlər. Amma onların əleyhinə də bir şey demirlər. Və mücərrədir ki, bu gəlir təbəqə mütəvəssit ülkür. Və təbəqə mütəvəssitin ki, bu malı var, bu cahili var, ayəndə sərnəvişdini bir mübhəm işə tapışılmaz ki, bəlli deyil nə olacaq. Hara gedəcək, nə qanlar töküləcək, aya olandan sonra nəfimizə olacaq, ya olmayacaq, təcrübəsi var. Və o ki, deyirsiniz, təşkilat quranmayıb, bəlkə təşkilatçı yoxdur bu hərəkətin arasında. Təşkilatçılar təbəqə mütəvəssitlərlə ki, pulu var, təcrübə siyasisi var və siyasətdə işləyibdir. Vaxtı bir hərəkətdə zəif oldular, təşkilat qurmaq olmazsa olan arasında təşkilat var. Bənabərin, əgər biz konseptimizi dəyişsək, mən demirəm qəsdən olub, heç yerdə yazmamışam qəsdən olub. Bir kulturel, bir ehsasi bir şeydir ki, həman ki demişsiniz, bəd əzin ki, Azərbaycan Cumhuriyyəti orada müstəqil olub, təhت onun təsiri qurulub və bedunin ki, istəyə ülkədir təbəqə mütəvəssiti. İstəməyib bu iş olsun. Mənim hamı məqalədə söhbətim budur ki, indi də dövran kudəki və ədəm buluğu bu hərəkət keçib. 20 ildir ki, 1990-dan bu hələ vardı. Belə bir hərəkət yavaş-yavaş gəlib balıq ola, gərək görə ki, harada işgalları varmış və o işgalları düzəldə. Dilsuzluq üstündən bu hərəkət vardı. Əgər bir dəfə edilir, bu işgal yoxdur, bu öz yoluna geçsin. Mənim xitabım onlaradır ki, bir elə belə bir nəqsi vardı və təbəqə mütəvəssiti ülkədiblə. İndi xoşbəxtanə traktor və hər təqdircə deyək imtidad hərəkəti millidir. Ya deyək futbol hər yerdə özü hərəkəti milli yaradar. Özü nasyonalizmi məhəlli yaradar. Və traktor bunu çox qəviraq hərəkəti millidən yarada bilib. İndi təbəqə mütəvəssiti gətirib. İcazə verirsiniz abi, bir dənə sual soruşam. Bəli, icazə verin, bir cümləm qutulsun soruşun. Əgər eləyə bilək bunları ki gətiribdir, bunlardan istifadə eləyək və qoymayaq ki, cinə qeydələ, böyük bir pişrəftidir. Eləməsiq, cinə qalacaq özümüz və o iddiyi ki, mümkün də hayküyü olar. Amma qabiliyyət sazmandehi və sazmanyabisi hətta gəllidir. Çox məmnun. İndi sual edin.
Baxın, ay şəriət mədarı, Rza Şah zamanından bu tərəfə baxın. O bəstəri fərhəngi ki yaranıbdır, həmin bəstəri fərhəngi ki gəlib türklərin uşaqlarını aparıb o başqa Fars mənatiqində bunların alalar, aparalar. Bu adamla necə zadı ola bilər? Təvafuq ola bilər, bir yerdə yaşasınlar bu millət. Baxın, budur ki, təcziyə Arzu və tələbi. xidməti Budur, siz baxışınızda zadı Mustufinin ustandar olanda xərşumarı deyir. Azərbaycanın sərşumarısına xərşumarı deyir. Ya Furuginin 20 min beyt zada Şahnaməyə yazıb. İndi Şahnaməni bizə Quran eləyib qoyurlar qabağa. Mənim fərhəngimi, mədəniyyətimi inkar eləyir. Ya gəlib mənim uşağıma tərh verirlər ki, mənim uşağımı aparsınlar, Fars məntəqəsində saxlasınlar, alsınlar. Fars dilindən öyrənəndən sonra, mənimsəyəndən sonra əslən mənim hüviyyətimi inkar eləyirlər. Deyirlər ki, türk yoxdur. Bunlar Azəri imişlər, Fars imişlər, gəlirlər, zad eləyirlər. Əvvələn bədtərin yol budur ki, Hərzadı biz elə ümumi eləyək ki, hamının ayağını tutar. Yəni, gələrlər deyərlər ki, türklərin hamısı, məsələn, ermənilərin qətlində şirkəti varmış. Belə bir söz yoxmuş. Siz ümumi elisiniz. Bir faşizmi ki, farsların arasında payəsi var və işlənib bir iddə Münəvvərül Fikrayı Farsi giriftar eləyib özünə və onun böyük amili bizim adamlarımızmış. Arya Mehri Rızazadə Şəfəq Təfəkkür İstalin Gürcü idi. İstalin Gürcüstanın qətlam edir. Mən eşitmədim. Nə buyurursunuz? Ərz eləyirəm, İstalin Gürcü idi. İstalin məfkurəm mühümdür, beyin mühümdür. Mənim beynim, mən türkəm, mən isalətəm filanam. Be hər surət o beyin haman kulturu yaradıb ki, Azərbaycanda da Əncümən-i İyaləti Azərbaycanı qoyub. Yəni, o zaman bu təfavüt ki, indi görürsünüz, yoxudur. O zaman ayrı beyin yoxudur. %90 bizim Münəvvərül Fikrlər Azərbaycanda sosial demokrat idi ki, İranın əzəmətini istəyirsən. Bu İran şəhrinin vacəsi Nəşriyyə Kazımzadə Təbrizidən ki, eləyibdir ki, İran şəhəri çıxadıb. Yəni, bizim hətta bu lüğət nəşriyyəsindəndir. Və o İran şəhrin böyük əsəri varmış bu idədə. Yəni, lideri hərəkət-های İran şəhri Azərbaycanlılarmış məhəlləsi. Azərbaycanlıların təqizadələri, tərbiyyətləri, əmirxiziləri, əraniləri, bunlar hamısı Kavər Ruznaməsində məqalə yazıblar. Siz Qobinonu tanıyırsınız, ay şəriət mədarı, Qobinonu tanıyırsınız? Do Qobino. Kimi? Ha? Kontrobinonu, bəli. Bəli. Bu gəlir 4 il zətdə o istimari ki, o məfkurəni yaradıb, o məfkurəni zad eləyib, orada daha milliyyət, hüviyyət, bu türkdür, bu farsdır, nə? Onun düşüncəsini pedər faşizm idi. Əli bəy, icazə verirsiniz bu haqda mən də bir görüşümü paylaşam? Gələcək sizə də. Siz Hərzadə tək amilli görürsünüz. Bir dana kontrobino ilə bu yetçaqda iş düzəlməz ki. Xeyr, gəlib Qazarın zadında o məktubları yazıb gedir. İranda Babilər çıxıblar. İranda Parsilər gəliblər o əldən. İranda Cəlalüddin Mirzayı Türkü Xandan-ı Qacardan müstəşarı dövlələr çıxıbdır. Bu böyük bir hərəkət idi. Bir dənə kontrobino ilə bu əl verməz ki, adam təhlil eləyə. Biləxərə tərzi fikri buymuş ki, İran aradan gedir, iki dənə böyük istimar qüdrəti iki tərəfdən İranı aradan aparır. Biri mali təməyi var ki, İngilisdir, istəmir İranı yiyə, biri təzardır ki, istəyir yiyə.
bizim nəfimizədir ki, biz də İngilistana yaxınlaşaq, təzədən uzaqlaşaq və bunun əsərində xub gediblə məsələn bu Suqutdola yaradıcı 1919 onlarla qoyubdur ki, gəlin əsən İranı idarə eləyin. Mərhum Şeyx Məmməd Xiyabanı da bununla müxalifət eləyib gəlib Azərbaycana. Bənabərin müxtəlif əvamil varmış. Farsların arasında bu faşist qəviymiş, amma türklərin öz arasında da mərhum Ayətullah Şəhid Mədəri deyirdi Təbrizdə getdim bir dənə böyük tacirin hücrəsinə, gördüm ki Hitlerin əksini verib fəşdə toxuyubla dövrəsinə vənyəkat toxundu, vurub başının üstünə. Təbrizin özü Şahlıq vaxtı radioda danışardı, Ərbab Keyxosrovun oğlu tətil olardı. Yəni faşizmə meyli vardı həman Azərbaycanda. Elə deyək ki, hamısın farsların boynuna qoyaq. Özümüz böyük amildik bu işdə. Faşizmin bir payəsi Azərbaycanda idi. Amma xoşbəxtana dərs almışıq. Xoşbəxtana bilmişik ki, iştiba eləmişik. Xoşbəxtana ayrı yola gəlmişik. Mühim bu dərs almaqlardır. İndi də hökuməti Firqəyi Azərbaycandan mən xain-xadim həddində bəhs eləmirəm. Mən deyirəm, gələk baxaq görək, hər kəs neyniyibdir, onun həman tövcüdiylə tənqid eləyək, nüqat-ı zəfin görək, nüqat-ı qüvvətini də görək, xəlq-i müsəlman da bu cürdür, Şeyx Məmməd Xiyabani da bu cürdür, məşrutiyyət də bu cürdür və hərəkət-i milliyə yol tapaq. O ki, bir dənə sadə formul verək ki, farslar əsən faşistdir, biz hara farslar hara, mənası budur ki, bir dənə duvar çəkmişik özümüzlə olan arasında, eyni bu davarı özümüzlə təbəqi mütəvəssit Azərbaycan arasında. Hətta onlar ki, bu şuarı verir, dədənələri bilələri ilə müvafiq deyil. Bəlayin ki, İranın, Türklərin diasporasının cəmiyyəti, xaricə Azərbaycan, Azərbaycandakı cəmiyyətdən çox rahatdır. Düzdür, və bəzi sözləri, amma bilirsiniz, bir tərəfli qəzavətə mən Mən bir tərəfli qəzavət eləmirəm. Bəli, Mənə bir tərəfli qəzavət Hətta icazə verin, mən bu haqda bir görüşümü paylaşayım. Mən əgər bir tərəfli qəzavət eləsəydim, bu çağda həzinəni mütəəmmil olmazdım ki, Hərəkət Milli Azərbaycanla sən yaxınlaşam. Yox, burada həzinə deyil. Burada bir ittifaqən mən sizin o demokratik ki, məsələyə baxırsınız, sizin bəzi terminləriniz vardır ki, Azərbaycanın milli hərəkətinə ən böyük xidmət olubdur. Mən istəmirəm... Nə, yəni mən şəxsən düzü o nadir adamlarım ki, cürət eləmişəm. Hər yerdəki bir məsələli bir şey vardı. Bir şey vardı ki, adamın ətrafında bir aləmə şayə icad elərdi, adam gəl mübarizə eləyəydi, rəf eləyəydi. Vəzifəm olanda qorxmamışam. Düzdür, mən tamamilə onu qəbul edirəm ki... Bilsuzluqla, bənabərin mən yeş tərəfə deyil. Mənim fərqim budur ki, mən 45 il, 50 il təşkilatı iş müxtəlif həm sərasəri və həm etnik təşkilatında eləmişəm, iki tərəfi də kamilən yaxşı tanırım. Tam doğru. Həm nüqat-ı qüvvətini tanırım, həm nüqat-ı... Buna etirazım yoxdur, mühəndis. Buna qəhtən etirazım. Ki, bu sözlər ki, deyirəm, demişdi, toxa əz soxanəm pənd, gir xah məlal. Mən sözümü deyərəm, söz öz müxatabın tapar. Biri onu indi sövməz, 2 il sonra söyər, biri heç vaxt söyməz, biri də indidən söyər. Mən müvəzzəfəm öz sözlərimi deyəm. Qəhtən düzdür. Sizin sözləriniz düzdür. Çox və mən müvafiqəm. Bəli, bəzi nöqtələr də vardır ki, yəni... O təbiidir. Biz heç vaxt adamlar kibrit çöpü də əllə ki, hamı eynəm olar. Hər kəsin özünə düşüncəsi var və bu düşüncələr hamısı möhtərəmdir. Hər hal, yox. O düşüncə biz ittifaqən mən burada sevinirəm ki, Azərbaycanın milli hərəkətini nəqd eləməkdə çox ciddi, müsəmməm qabağa gedirsiniz və sözünüzü də deyirsiniz. O bizim nöqtəyi zəifimiz deyir, bəlkə bizim nöqtəyi qüvvətimizdir ki, gedib özümüzü islah eləyək.
Mən alqışlayıram sizi qətiən. Vəli bir tərəfli deyil. Bu məsələni tək türklər elə müqəssirdir bu hərəkətdəki. Xeyr, mən belə bir söz demədim. Bəli, Mən indi Hərəkət Milli Azərbaycanla danışıram. düzdür. Yəni nəticə Qoy icazə verin Məcid bəy də bir bir danışsın. vəksi yoxdur ki, ayrı tərəf mənim Yox, müxatabım. mən qətiən Onlarla bir ömrüdür müxatabımmış, demişəm ki, sizin bu sözləriniz faşistidir. Sizin bu sözləriniz faşist iyi gəlir, istibdad iyi gəlir biləsindən. tam doğru. Məncən bu mövzuda məqalə yazan yoxdur əslən. Çox sağ olun. Təşəkkür edirəm ki, bizim o işğallarımızı şəhamətlə, şücaətlə deyirsiniz və kaş bütün bizim düşmənlərimiz yox, elə o bizim müntəqidlərimiz bu cür oturub bizdən dostluqla bizim məsələni çat eləyəlim. Və mən də qətiən bunun tərəfdarıyam və eşq olsun və Allah sizin o ulu atozu daha rəhmət eləsin ki, sizin kimi uşaq böyüdübdür ki, ta gəlib bizim işğallarımızı deyirsiniz və qətiən biz bunun siz bilirsiniz ki, mən nə qədər o sizin ailəni, sizin o zadıcı çox istəyirəm və onlara iradə. Dünya məmnunam. Elədir, sizin xülusuzda şəkkim yoxdur. Siz çox yaxşı bir insansınız və xalis Hərəkət Millidən püştibanlıq edirsiniz. Qətiən mən özüm heç qurğun, heç təşkilatın tərəfdarı deyirəm, amma hər hərəkət görməyə dərək adam irtifat yapar. O sözlərdən ki, deyir, özü razı olur, irtifat tapar, üstdən baxa görə ki, bu sözlərin harası islah ola bilər, onları təqviyyət eləyə, islah eləyə, ta ki, hərəkət qabağa gedir. Çox sağ olun. Buna deyərlər azad fikri. Azad fikri. Düzdür. Çox məmnun. Çox sağ olun ağa. Təşəkkür edirəm. Məcid bəy, buyurun. Ərz edeyim ki, ay mühəndis düz buyururlar ki, Azərbaycanda bu cərəyan İran şəhri olubdur və ya Azərbaycanda qutarağında cəmbəndə eləyən. Saat yarımda danışırıq. Vallahi elə ay mühəndis nə siz danışdınız? Mən danışmadım, olsun elə 5 dəqiqəyə qutaracağım. Baxın, bu ki Azərbaycandan bu İran şəhri çehrələr çıxdılar, düzdür. Amma niyə çıxdılar? Elə ay mühəndis təkid edirlər ki, çıxdılar, bəli. Mən dedim niyə çıxdılar, Məcid ağa. İcazə verin, qoyun mən deyim də niyə çıxdılar. Baxın, mən öz nəzərimi deyirəm. Siyasətdə 2 dənə payə var. Siyasət 2 payənin üzərinə qurulur. Etnisitə, din və məzhəb. Yəni bütün dövlətlərin təməlinə siz baxsaz, ideolojiləri nə olur olsun, Cumhuri İslamı olsun, Şurəvi olsun, nə mənə olur olsun, dövlətlərin təməlində 2 dənə payə var. Bir etnisitə var, bir din və məzhəb var. Yaxşı. 1925-də İranda sağtar qüdrət dəyişdi. Yəni Rızaxan hakimiyyətə gələndə, Qacar yıxılanda sağtar qüdrət dəyişdi. 1925-dən öncə İranda türklər hakim idilər. Yəni hökumət türklərin əlində idi. Baxmayaraq ki, farsı danışırdılar. Həm Tehrandan, həm filan. Müzəffərəddin Şahın səs kaydı var, səsi var. Əslən, türkü ləhcə ilə danışır. Farsı danışa bilmir Müzəffərəddin Şah. Hardasa tüm ömrünü Təbrizdə geçirdib. Gəlib Tehrana özdə türkmüş, ailəsi ilə də türkü danışıb. Adam hardasa farsı danışa bilməyəcək. O qədər türkü ləhcə ilə danışır Müzəffərəddin Şah. Yaxşı. 1925-də sağtar qüdrət İranda dəyişdi. İngilislərin əlində və ya tarixi bəqolu məruf faktorların nəticəsində türk unsuru qüdrətdən düşdü, yendirildi, yerinə fars unsuru gəldi. Unsurdan bəhs edirəm, şəxslərdən bəhs eləmirəm. O adam ki farsı adına hakimiyyət eləyir, aslında türk ola bilər. Rıza Şah öz əslən xandanı Pəhləvi daha çox türkdülər ta fars. Amma fars milləti adına, fars unsurunun adına hökumət eləyirlər. Ola bilsin ki, Türkiyədə misalən Türk milləti adına, Türk unsuru adına hökumət eləyən şəxs məsələn Kürd olsun. İsmet İnönü Kürd idi. Və ya Rusiyədə Rus milləti adına hökumət eləyən şəxs istərin Gürcü olsun. Yəni bu şəxslərdən söhbət getmir.
Sağtar fikirdən söhbət gedir və o millətin, o unsurun hakim olmasından. 1925-dən öncə Türklər İranı özlərinə aid bilirdilər, dövləti özlərinə aid bilirdilər. O İran şəhrilər farsçılıq eləmirdilər. Fars dili unsuru ilə çalışırdılar ki, dövləti qurtarsınlar. Baxın, Osmanlıda Əbdülhəmid gördü ki, Osmanlı dağılır. Getdi ərəblərə dedi, baba, gəlin bu Osmanlı dilini qaldıraq, ərəb dilini rəsm eləyək. Hamımız Osmanlılıq, rəsmi dilimiz də ərəbi olsun. Orada o Türk dili, ərəb dili bəhs eləmirdi. İstəyir Osmanlını qurtarsın və o inki ərəb dili ilə. Yaxçı, həmən Azərbaycanlı Türk aydın istəyir dövlətini qurtarsın, vətənini qurtarsın. Və o fars dili ilə. Farsçılıq eləmir ki o. Dövləti və milləti, vətəni qurtarır. Onun hədəfi odur. Amma onunla bərabər Azərbaycandakı Türk aydını deyir ki, tamam, İran qalsın, dövlət də mənimdir, Türk etniki hakimdir, amma mən Təbrizdə Əncüməni İyaləti Azərbaycanda qurum, doğru sistem budur. Federalizmi sünnəti, İrani, Məmaliki, Məhrusə, Səfəviyyədən gələn sistem budur, doğrusu budur. Amma İranı dağıtmaq peşində də deyil, arxasında da deyil. 1925-dən sonra sağtarı qüdrət ki, İranda dəyişdi, Türklər artıq hakim deyil, oldular məhkum millət. İstimar daxili İranda hakim oldu. Əli bəyin dediyi, o Mustafa gəldi, belə dedi, Türklərə elə dedilər, bəli, bütün farslar müqəssir deyirlər. Gəzdim kəndində və ya İsfahanın filan məhəlləsində yaşayan farsın çebəsaş məsələlərdən xəbəri yoxdur. Amma sağtarı qüdrət nasyonalizmi, ifrati, bastəngəray farsini hakim elədi. Daha doğrusu taziki, hala tarixi adlı girmir o bəhslərə. Farsini hakim elədi və Türk dilini, kültürünü, mədəniyyətini, hətta asar tarixisini, Təbrizdə onlarca, yüzlərcə Türk dövlətlərindən qalan əsər tarixi yıxıldı. Meydan Aliqapı yıxıldı, Kaxı Şəmsul İmarə yıxıldı, Bağışumalın kaxları yıxıldı, Uzun Həsən Meydan-ı Həsən Padişah yıxıldı. Amma İsfahanda yıxılmadı, Yəzdidə yıxılmadı, Kirmanda yıxılmadı. Ərgi Şiraz yıxılmadı, Ərgi Urumiyə yıxıldı, Tehranda Qacarların əsərləri yıxıldı. Niyə? Çünki qeyri-farsların əleyhində İranda bir dənə istimar daxili hakim oldu. Həm az nəzər iqtisadi, siyasi, fərhəngi, hər nəzərdən. Bu da bais oldu ki, Türklər və ya ümumiyyətlə qeyri-farslar bu zehniyyətə gəlsinlər ki, biz artıq hakim yox, məhkum millətik. Həmən ki, dedim, siyasətin zirvənasında etnisitə və din və məzhəb var. Artıq Türklər bu zehniyyətə gəldilər ki, biz hakim deyilik. Və Azərbaycanda qorizəz mərkəz hərəkətlər 1925-dən sonra başladı. 1925-dən öncəki hərəkətlər qorizəz mərkəz deyirlər. Nə məşrutə qorizəz mərkəzdir, nə xiyabani qorizəz mərkəzdir. Baxmayaq ki, Azərbaycana da ixtiyaratı məhəlli və vilayəti istəyirlər. Amma 1925-dən sonra Tehrandan uzaqlaşma, qüdrət mərkəzdən uzaqlaşma başlayır. Və bir daha biz Azərbaycandan İran şəhri çehrələr görmürük. İran şəhri, Azərbaycanın İran şəhrilər aşıqı Çeşmə Əbruyi Farsi deyildilər. Əhməd Kəsrəvi deyir ki, baba, farslar hamısı manqal başında tiyə çəkəndilər. Bunların iş görmək olmaz. Biz gərək Azərbaycanlılarla iş görək. Yəni farsların qaş gözünə aşiq deyil. O dövləti və vətəni qurtarmaya çalışır Əhməd Kəsrəvi. Deyir, baba, bu tiyə çəkən farslarla biz vətən qurtaramayacağıq. Yazır da əsərlərində görmüsünüz. Məsələn, farsları təhqir eləyir. Yaxçı, deyir, bunlardan heç zat çıxmaz. Amma fars dilini bir dənə amil tarixi bilir, dövləti və vətənini qurtarmaq üçün. Yaxçı, yəni Azərbaycanlılar əgər İran şəhri çıxardıblar və ya Cümbüş-i Məşrutə və ya Şeyx Məhəmməd Xiyabani əgər qorizəz mərkəz olmayıb, çünki dövlət Türk dövləti idi. Elə ki, dövlət Türklərin əlindən çıxmayıb, Türklər deyiblər, yaxçı, biz biraz da bu tərəfə baxaq. Təbiidir. Necə ki, o zaman farslar o tərəfə baxırdılar.
Farslar Rəşdə deyirdilər, biz bu dövlət edəm Turanı, padişah Turanını görək yıxaq, yerinə padişah nəmnəməni gətirək. O zaman Təbrizdə, Məşrutədə Azərbaycanlılar sosial demokrasi arxasındaydılar. Farslar padişah İranı, padişah Turanı söhbət edirdilər. Çünki məhkum millət idilər. Bu bir dənə vaqiyyət tarixidir. Əslində İranın içində danışır, amma mən demirəm ki, biz gərək İranı bölək, İran parçalan. Yox. Bir dənə İran kəsirül millə, mütənəvvi kəsirül qom bir dənə məmləkətdir, imperatoridir bir dənə. Bu bəhslər də təbiidirlər. Olacaq. Xoşumuz gəlsə də olur, gəlməsə də olur. Yaxçı? Gələk günümüzə. Ay mühəndis deyirlər ki, biz hara farslar harayla olmaz. Mən də qəbul edirəm, olmaz. Amma o bir dənə əksül əməli romantik və ehsasidir ki, bir borhədə yaranıb ki, Azərbaycan və türklər həmə canibə bir dənə fişarın altındadırlar. Baskının altındadırlar. Ekonomiləri əllərindən alınıb. Azərbaycanın ekonomisi çökərtilib. Urmu gölü qurudulub. Azərbaycanın iqtisadiyyatı, əkinçiliyi bərbad məhv olub, dili məhv olub, tarixi məhv olub, tarix əsərləri yıxılıb, təhqir olub, televizyonda təhqir olur. Çıxırlar, bir gün deyirlər sən sus qusan, bir gün deyirlər fitiləsən, tuvalet fırçası ilə ağzını yuvacaqsan filan. Azərbaycan və Türk həməcanibə bir dənə baskının, fişarın altında bir anda münfəcir olur, deyir mən hara, farslar hara. Yaxçı, hərəkət əksül əməndir bu bir dənə, inficarı, o fişar necə deyirlər, elə bir dənə boşqey barut bir ləhzə münfəcir olur. Təbiətən buna təbəqə mütəvəssit ehtiyatla baxacaq. Çünki bir dənə inficar inqilabidir ki, o ləhzə vücuda gəlib. Amma zamanla inficardan sonra artıq hərəkətin fəalları yavaş-yavaş bu şeyə gəlirlər ki, tamam, biz indi bu ehsasi şüarları verdik. Amma biz indi millətə bir dənə bərnamə gərək irayə verək. Təbəqə mütəvəssitə, təbəqə müstəzəfə, danışçuya, karməndə, nizamiyə, ərtəşiyə, sipahiyə biz gərək müdəvvən bərnamə ayəndəyə, gələcəyə irayə verək. Biz hara, farslar hara ki, bərnamə deyim ki, onunla nə dövlət qurmaq olar, nə əncümən qurmaq olar, heç də qurmaq olmaz. Bir dənə ehsasi bir şüar idi, gəldi, getdi. İndi bundan sonra nə edəcəyik? Və Azərbaycan milli hərəkəti və ümumiyyətlə İrandakı türk hərəkatı, mən sadəcə Azərbaycanla məhdudlaşdırmıram bunu. Tehrandakı türklər, Qəzvindəki türklər, Şirazdakı türklər artıq məşrutədə olduğu kimin İrana yeni bir dənə model irayə vermək ərəfəsindədirlər və bunu tartışırlar, bunu danışırlar. Bizim misal üçün elə öz təşkilatımız olaraq 2018-də sənəd-i rahbordi irayə verdik. 2024-də onu beruz elədik və federalizm eyalətini bağışlayın. Bir dənə rahkar olaraq rəsmən irayə elədik. Federalizmi ki, İranın sünnətində var. İran bəsurət sünnəti məmalı ki, məhrusə şəklində idarə olub. Səfəviyyədən bu yana, Səfəviyyədən qabaq əsən İrani yox idi. Şayət şeir kitablarında zad olar. Ola bilər şeir kitablarında bir nahiyə coğrafiyayının adıymış. Məsələn, elə həmən Şahnamədəki İran yazıb, Turan da yazıb. Turan haradır? İndi gəlin gedək görək Turanın mərzləri harada? Bir dənə əfsaneyi, ostureyi bir İran və Turani varmış. Amma dövlət və ya keşvəri benamı İran Səfəviyyədən sonra şəkil tapır. Və məmalik-i məhrusə şəklində həmişə idarə olur. Və ona istinadən Azərbaycanlılar cəmməşi məşrutədə deyirlər ki, əncümənhay iyaləti və vilayəti gərək piyad olar. Elə həmən sistemi sünnətinin davamıdır. Və bugün də bizim sözümüz budur ki, İran gərək öz əslinə qayıdır. Səfəviyyədən bu yana olan Rızaxana qədər olan ki, ingilislər gəldilər, vurdular o saxtar sünnətini mütəlaş elədilər. Hala zəmini tarixisi də var idi. Biləxərə mən demirəm elə bu milli gərayı farsini sirfən ingilislər çıxadıblar. Biləxərə bunun zəmini tarixisi var. Cəryanı şubiyyə ta Begül Əbbasi dönəminə qədər geçmiş olan bir cərəyandır şubiyyə ki, həmən milli gərayı benoy farsıdır. Amma ingilislər gəldilər, bunu pəruban verdilər və bundan istifadə elədilər və hakimiyyətə gəldilər.
və mütəlaşi elədilər. İranda sağtarı hökumətin o sünnəti yapısını, sağtarını mütəlaşi elədilər. Biz deyirik ki, İran öz əslinə qayıtmalıdır. Əsli nə mənədir? O şey ki, Qacarda, Əfşarda və Səfəviyyədə var idi. Məmalik Məhrusə, Əncümənhay İyaləti vilayəti icra olsun. Və burada sual soruşuram. Ay Rıza Pəhləvi, ay məşrutəxahlar, siz məgər demirsiniz biz məşrutəxahıq? Qanuni əsasi məşrutəni müdafiə edirik. Xub, qanuni əsasi məşrutədə mütəmmimində Əncümənhay İyaləti vilayəti var. Buyurun gəlin icra eləyin. Əgər siz məşrutəxahsınız, fəqət padişahəsindən dif eləməyin. Əncümənhay İyaləti vilayətçisindən də dif eləyin. Əgər məşrutəxahsınız ki, deyirlər. Onlara məşrutəxahlıq bir dənə bəhanədir. Onlar müstəbid istibdadçıdırlar. Məşrutəxah deyirlər. Əgər məşrutəxah olsalar, elə o qanuni mütərəqqi Əncümənhay İyaləti vilayətini də gərək müdafiə edərlər. Hər halda sözüm uzadıb bağışlayın. O şuarı, hətta məsələn arada siz də bağışlayın, fars dili, it dili də dedilər. Amma o bir dənə əksül əməldir, bir dənə inficardır. Ki o fişarı 100 illik baskının nəticəsində ortaya çıxan bir şeydir. Bəli, o şuarla ki, bir dənə sağtarı təşkilatı qurmaq olmaz. Muntaha, bu ki, niyə Azərbaycan Milli Hərəkəti əz nəzəri qoftmani yayılıb, amma əz nəzəri təşkilatı yayıla bilmir? Bunun bir amili buydu ki, dediyim kimi, imtidad təşkilatı olmayıb, başlarda ehsasi, romantik və bitəcrübəgi siyasi olub, amma ondan sonra Cumhur İslami çox doğru təşxis verib ki, əgər İranda bir dənə sağtarı təğyir olsa, bir dənə yapısal təğyir olsa, bu Azərbaycanın və türklərin əli ilə ola bilər. Tarixən də bu cürdür, bu gün də bu cürdür. Ona görə Azərbaycanla mübarizəyə təşkilatını mütəlaşi eləmək üçün həm Təbrizdə, həm xaricdə inanın ki, Kürdlərdən, ərəblərdən, səltənət tələblərdən və sazman-ı mücadini xəlqidən çox daha sərmayəguzarı eləyib və həzinə eləyib Cumhur İslami. Bunu nümunələri ilə eyni, indi vaxt çatmaz, danışa bilərəm ki, Cumhur İslami İranda Türk hərəkatının, demokratik Türk hərəkatının və Azərbaycan Milli Hərəkatının təşkilatı, mütəşəkkil mübarizəsinə mane olmaq üçün hangi projeləri gəlişdirib? Elə ən başında bu Pezeşkiyan qəziyyəsi. Pezeşkiyan məsələsi ilə bunun projelerin en böyüklerinden biridir. Bəhs uzun istəmirəm uzadan, bəli, yəni bu təşkilatı məhdudiyyətin bir amilə hərəkətin cavanlığı və bir təcrübəliliği olsa, son illərdə ən böyük amili Cumhur İslaminin təxribatçılığı və mane törətməsidir. Çox sağ olun Məcid bəy, təşəkkür edirəm. Ay şəriət mədarı, qısa bir 2 dəqiqədə əgər 2-3 bir söz olsun. Bəli, çox məmnun Məcid ağa, çox dəyərli sözlər dedi. Düz inki İranın bu hərəkəti İran şəhrisi 1860-dan 67-dən başlanır və nə o zamandan ki Qacar süqut edir. Yəni az əvasit hökumət Nasirəddin Şah bu hərəkət başlanır. Bəli, mən ərz elədim ki, Azərbaycanlılar Yəni, fars dilini bir əbzar kimi istifadə edirlər ki, Qacarı silah eləsin. Yəni demək olmaz ki, Azərbaycanın roşan fikirləri görəndəki hökuməti əldən verirlər, bu işi gördülər. Onlar əslən İranı öz malları bilirdilər və İranı nicat verirdilər Tezardan və İngilisdən. Odur ki, deyirdilər bəs ki, İranı və fars dilini böyütməklə, təqəddüslə həman şey ki, Avropada da olmuşdu. Bəlkə ki, Avropada da getmişdilər, Yunani bəyənvanı model intiqab eləmişdilər və Rumi. Bunlar da fikir elədilər ki, biz də imperatori zamanımızı intiqab eləsək, İranı nicat veririk. Amma qafil oldular bundan ki,
əzəmət tələblik demokrasi gətirməz. Əgər də əzəmət tələb olsan, onun içindən faşizm çıxa bilər, nə demokrasi. Düzdür. Bəzən bu bir bəhsdir ki, bir zaman eləyə bilirik, amma hamı nətaici eynəm görürük və düz bu ki, təşkilat öz-özünə qurulmaz. Təşkilat əvvəl konsept istər. Sonra bir qoftimanı müvəccəh istər ki, xalqın məğzin cəlb eləsin. Ondan sonra təşkilatçı adamlar istər və pul istər. Bunlar təbəqə mütəvəssitdə var. Təbəqə mütəvəssiti gətirməsən, təşkilat quramayacaqsan. Onlardır ki, sənə təşkilat qura bilər. Yoxsa bir iddə adam o üstdə, onlar şuarəvi təkin. Bir iddə roşənfih gələr, o etcahda hizbi kommunisti qoyar, içindən qəssabdan, baqqaldan, fədaidən bunlar çıxar məmləkətin idarəsinə. Və o olar ki, der müqabili gəlb o etcahlıqda şikəsti yesin. Mənzurum buydu, yəni təşkilatın keyfiyyəti təbəqə mütəvəssitin gəlməyi iləndir. Çox cəlib bəhsədir, çox mütşəkkirəm. İnşallah gələn səfərlər bunu təkmil edərik. Çox İnşallah. məmnun. Məcid bəy, bir dəqiqə, Çox sağ 2 olun. dəqiqə ərzində əgər bir cəmbəndiniz olsa eləyin. Yox, mən cəmbəndini ilə ay mühəndis gözəl elədilər. Sadəcə Firqə Demokrat Azərbaycan haqqında bir dənə qısa fikrimi paylaşım. Çünki çox söhbət oldu. Mən o haqda fikrimi paylaşmadım. İcazə versiniz 2 dəqiqədə deyəcəyəm. Buyurun. Baxın, Firqə Demokrat Azərbaycan haqqında təbiətən ki, orada amili şurəvi çox porrəngidir. Əslən, bunu inkar edən yoxdur, heç danan da yoxdur. Pişəvəri də kommunist idi, Hizb-i Tudənin qurucusuydu, Bakıda qalmışdı. Amili İttihadı Cəmahiri Şurəvi Sovetlər Birliyi porrəngidir. Bundan sonra şək şübhə yoxdur. Muntaha amili xasti milli və Azərbaycan aydını göz ardı edilir. Yəni bu da var. Baxın, məsələ qəbl əzin ki, əsən şurə ola, firqə qurula, 1320-də Cəmiyyət Azərbaycan qurulur və Ruznamə Azərbaycan çıxır. Təvəssüt Əliyə Şəbistəri ki, əsən nə firqə var, nə bu söhbətlər var. Bəməhsən ki, Rızaxanın baskısı azalır, Təbrizdə Cəmiyyət Azərbaycan və Ruznamə Azərbaycan çıxır ortaya. Yaxçı. Və sonra da biz görürük ki, həmən elə Nurullah xan Yekanilər və bir çox kadrlar ki, Səttarxanın qızı necə deyirlər? İsmail Əmirxizi. İsmail Əmirxizi ki, Cəmməşə Məşrutədə olublar, Cəmməşə Şeyx Məmməd Xiyabanında olublar, burada da şirkət eləyirlər. Yəni Azərbaycan aydını bərain ki, diktatori Rıza Şahdan qurtula, şərait eyni və zehni o borhəni istifadə edibdir. Necə ki, Rıza xan istifadə elədi, hakimiyyətə gəldi. Necə ki, Xümeyni istifadə elədi, hakimiyyətə gəldi. Necə ki, Lenin istifadə elədi, hakimiyyətə gəldi. Hətta Atatürk istifadə elədi, hakimiyyətə gəldi. Yəni, əgər pişəvəri o gün müvəffəq olsaydı, biz ondan indi bu anlamda lider və rəhbəri kəbir millət Azərbaycan yad edirdik. Hala tüm müvəffəq olmayıb, yad eləmirik. Yəni, bir tərəfdə faktor, bəli, İttihadı Cəmahiri Şurəvi var, heç inkar eləmirik. Amma bir tərəfdə də bir dənə amili insani və xasti milli və mərdomi var. Baxın, məsələ, Ərteş-i Şurəvi Xurasanda da var. Amma Xurasanda firqə qurulmur. Niyə? Çünki xasti mərdomi yoxdur orada. Amma Azərbaycanda bir dənə mərdomi bir dənə xastı var. Firqədən və Şeyx Məmməd Xiyabanıdan gələn və Rızaxanın baskısından o faşizmi Rızaxanidən qaçmaq istəyən bir toplum var. Hə, ola bilər təbəqə mütəvəssitdə azdır, amma təbəqə müstəzəfdə və təhsil kədədə və filanda çoxdur. Yəni, bu tərəf, firqənin bu tərəfini də görmək lazımdır. Təbii ki, o tərəfinin nəqdlərini gərək eləyək, amma bu tərəfdə də biləxərə gərək görək ki, məsələn, vaqəən mərdomi insanlar da vardılar. Xalqın içindən çıxan insanlar da vardılar. Əmsal elə, məsələn, Zehtabi, Profesör Zehtabi, Xırdad da yadımdan çıxdı. Ki o zaman mesela cavanıdı, gəncidir, firqənin içində yetişdi. Sonra da gəldi məsələn Məhəmməd Təqiy Zehtabi. Yəni belə deyil ki, onların hamısı amili Stalin olalar. Bəli, amili Stalin də var idi. Amma xalq iradəsi də var idi. Yəni məsələnin bu tərəfini də görmək lazımdır.
Ama müteəssifانه Fars mediasında fəqət bu tərəfi şişirdilir. İran ədəbiyyatı siyasında fəqət bu tərəfi şişirdilir. Canibdir, Radio Fərdada və ya İran International'da gəlirlər. Firqə Demokrat Azərbaycanı və Firqə Demokrat Kürdistanı təhlil edirlər. Azərbaycanınkini pisləyirlər, Kürdistanınkini yaxçılırlar. Dərhal ki, Firqə Demokrat Kürdistan, Hizb Demokrat Kürdistan bəxşi az Firqə Demokrat Azərbaycanıdır. Hökuməti Mahabat bəxşi az Hökuməti Milli Azərbaycan idi. Və nə cür oldu? Onun bir cüzlüyü bəxşi yaxçıdır. Məsələn, Qazi Məhəmməd. Amma Azərbaycanınki pisdir. Çün o və qol məruf pesərəmuy ariyayıdır. Bunlar Türkiye Turanidirlər. Pəs bunlarınki pisdir, bunlarınki yaxçıdır. Yəni do pəhlu və standart doqanə ilə bərxurd olur. Hətta elə Qəziyə Cümhuri Hökuməti Məhəlli Mahabadının və o ilə. Mənzurum budur ki, biləxərə bu tərəfi deyəndə görə bu tərəfi də görək və deyək. Bəli, Çox sağ olun. Sağ olun, təşəkkür edirəm hər ikizdən. Bəli, biz Ağa Məhəmməd xan Qacar deyir ki, o kitabı ittifaqən bunu Ağay Şirazi, bir dənə Şirazi yazır ki, tövsiyə edir ki, bu farslılar istəyir hökuməti bizim əlimizdən alalar. Hər halda müvazib olun, bu zatlar, bu işlər qabağa gəlir. Hər hal Əli bəy, baxın, son bir cümlə deyim. Bütün Qacar, Əfşar, Səfəviyyə qaynaqlarına baxdığınız zaman İranda rəqabət tarixi Türk və Tacik bir dənə tarixi rəqabətdir. Əslən dərun saxtarı daha mən demirəm. Sizin bəhsiz getdi ayrı yerə. Bunların çox düz sözlər içində var, amma mənim sözüm buydu ki, Azərbaycanın hərəkəti millisinin referensi hər kəs olsa pişəvəri olanmaz. Pişəvəri referensi təbəqəyi mütəvəssit Azərbaycan deyil zaten, deyil. Yəni biz elə pişəvəriyə o qədər ehtiram qayırıq ki, Cümbüşü Xalqı Müsəlmana da qayırıq və Xiyabaniyə də qayırıq. Mütəvəssitin referensləri ənasır çəp Cümbüş Hərəkəti Milli Azərbaycan olanmazla ki, təbəqəyi mütəvəssiti cəzb eləyələr. Gərək təbəqəyi Hərəkəti Milli Azərbaycan bu işdəki də əsər təsiri az icadı Cumhuri Azərbaycan və firqənin ənasırıydı təcdidi nəzər eləyə və özünə bir məcmuə yaz referenslər böyüdə. Yadından çıxmaya Səttarxanlar, Baqırxanlar, Şeyx Məhəmməd Xiyabani, Xalq Müsəlman və əlbəttə pişəvəri. Bəli, qəətən pişəvəri bizim tariximizin fəqət bir həlqəsidir. Bizim tariximiz, modern tariximiz Cümbüşü Məşrutə ilə başlayır, Xiyabani ilə davam edir və təbiətən Xalq Müsəlman da onun bir parçasıdır. Pişəvəri sadəcə bir həlqəsidir. Axir mindisi ki, 5 milyon cəmiyyət yığabilib təbəqi mütəvəssit və əşadan Xalq Müsəlmanımış və axir mindisi ki, istibdad qabağında dayanıb Xalq Müsəlmanımış. Bu bir federalist də məmalik-i məhrusə də məmalik-i məhrusə naşi az ədəm توانایی سلاطین ایران برای ایجاد دموکراسی سانتراlıdır. Dövrəsi geçib. İndi bir federal modern istiruq ki, bər əsas ədəm təmərküz modern və iqtisad liberal bəna olub. Bunlar çox bir-birindən təfavüddüdür. Hərçənd ki, onun adını federalist qoymaq olar. Amma onun elə yaxçı adı məmalik məhrusəymiş. Federalist bir modern pədidədir. Çox məmnun. Bəli, bir saat 40 dəqiqə biz danışdıq. Sağ olun dostlar. Hər ikizə minnətdaram. İnşallah gələn həftədə Ağay Şəriət Mədarı ilə Azərbaycanın milli hərəkətinin başqa mənsublarından dəvət eləyəcəyəm. Ta Ağay Şəriət Mədarı ilə bahəm danışsınlar və biz bir fikri və bir düşüncəni yox, bəlkə Azərbaycanda müxtəlif fikirləri, düşüncələri təmsil edən insanları çağıracağım. Ta Ağay Şəriət Mədarı ilə bir dənə diyaloq keçsin qabağa. Sağ olun, hər ikizə minnətdaram, təşəkkür edirəm ki, çox gözəl və çox belə normal bir vəziyyətdə bu bəhs qabağa getdi. İnşallah umud edirəm ki, yenə bunun davamı olsun. Sağ olun, şad qalın.
gələn görüşlərə qədər Allah amanında. Çox Çox sağ olasın. Mən də təşəkkür edirəm. Xudahafız. Sağ olun.